əgər bu gün Azərbaycan muğamı dünyada ayaq üstə alqışlanırsa, bizim qələbəmizdir. Bu incəsənətdə muğama, musiqiyə həmişə dövlət dəstəyi lazımdır. Ki, hansı ki o dəstəyi də bizim ölkə başçımız, hörmətli Mehriban xanım verdi və o necə deyim, çökməkdə olan muğamımızı göylərə qaldırdı. Ən elit səviyyədə təqdim olunmasına nail oldu və bugün bizim musiqimiz Vatikanda muğamımız səslənirsə, hansısa bir Avropa ölkəsinin ən mötəbər bir prezidentləri səviyyəsində olan bir mötəbər bir tədbirdə səslənirsə, bu bizim muğamımızın qələbəsidir. Azərbaycan musiqisi harada var, orada öz möhrünü qoyur ki, bu Azərbaycan muğamıdır, Azərbaycan musiqisidir və bu heç vaxt dəyişməyəcək, daha da inkişaf edəcək.